Bismillahirrahmanirrahim. Bihi nesta'in. Allahumma salli ala Muhammed və ali Muhammed. Salamun aleykum və rahmetullah əziz izləyicilər. Hər vaxtınız xeyir olsun. Qur'an-ı Kərimdə təqribən 10 dəfə əl sözü Allah Təbarək və Teala'ya nisbət verilib. Və biz sizə söz verdik, Allahın izni ilə bir-bir bu ayələrin izahını və doğru təfsirini sizlərə təqdim edək. İlk araşdırdığımız ayə Sad surəsinin 75-ci ayəsidir. Biz bir neçə əhl-i sünnə aliminin nəzərinə işarə etdik. Daha sonra Şeyx Mufidin, Şiə alimi, böyük Şiə alimi Şeyx Mufidin də nəzərinə ötən verilişimizdə toxunduq. Bugünkü verilişimizdə isə böyük İslam alimi, təfsirçisi Əllamə Təbatabai, Seyyid Muhammed Hüseyn Əllamə Təbatabainin nəzərinə toxunacaq. Önəmlidir Əllamənin nəzərini bilmək. Ona görə önəmlidir ki, Əllamə Təbatabai bütün Şiə alimlərinin nəzərini oxuyub, əhl-i sünnə alimlərinin nəzərini oxuyub, rəvayətləri bir-bir nəzərdən keçirib. Əl-Mizan təfsiri ilə tanış olanlar bilirlər Əllamə Təbatabai necə rəvayətlərə agahdır, rəvayətləri oxuyur, diqqətlə təhlil edir. Ona görə bu cür şəxsiyyətin nəzərini bilmək bizim üçün önəmlidir. Bizə Vahabi lazım deyil, onlar qəbul etsələr də, etməsələr də. Biz sadəcə istəyirik bu ayənin dürüst, doğru təfsirini əldə edək. Əllamə Təbatabai burada 2 dənə məsələyə toxunub. Əl-Mizan təfsirindədir bu. Deməli, Sad surəsinin 75-ci ayəsi, əgər əzizlərimiz istəsələr, cildə baxsınlar, 17-ci cilddədir. Yəni, Əl-Mizanın 17-ci cilddə, əlbəttə mən ərəb dilində oxuyuram, fərq eləmir, tərcümə, bu hissəsi tərcümə olunmayıb, inşallah gələcəkdə tərcümə olunar, yəni Azərbaycan dilinə. Əllamə burada istəyir 2 dənə suala cavab verə. Birinci ki, ikisi də insanı düşündürür və Vahabilər, Sələflər ikisinə də yanlış cavab veriblər. İkisini də anlamayıblar. Bu 2 dənə sual çıxıb qarşılarına, yaxşı cavab verə bilməyiblər, təhlil eləyə bilməyiblər. Biz bunu dəfələrlə təkidlə bildirdik ki, bu ayə üzərində çox dayanırlar. Xüsusilə təsniyə olmasına, ikiliyinə işarə edirlər. Əllamə istəyir həm işarə eləsin ki, nə üçün Allah Təbarək və Teala burada ikilikdən istifadə eləyib, təsniyədən, yəni əllərimlə, 2 əlimlə deyib və nə üçün, birinci sualı da budur ki, bu əslində birinci sual bu olur. Nə üçün burada əl sözündən istifadə edib? İkinci sual da bu olur ki, nə üçün 2 dənə əl sözündən istifadə, yəni 2 əlimlə deyib. Əlləmə buyurur ki, nisbətu xalqihi iləliyyəd lit-təşrif bil-ixtisas. Allah Təbarək və Teala ki, gəlib dedi, mən əllərimlə, 2 əlimlə xəlq eləmişəm, Adəmi, niyə belə bir məxluqa sən səcdə etmirsən, iblis? Deyir, bu ki, nisbət verib öz xəlqinə, yaranışına, xaləqtu biyədəy. Niyə ələ nisbət verib də, yəni əlimlə xəlq eləmişəm, lit-təşrif bil-ixtisas. İstəyir o ixtisaslığı çatdırsın, şərafətli olmağı bildirsin. Yəni, bu şərafət, xüsusi bir şərafətə malikdir bu məxluq. Və biz bunu adi danışığımızda da görə bilirik, ərəb dilində də biz bunu görə bilirik ki, bu bəzən o görülən iş o qədər önəmlidir, o qədər dəyərlidir ki, deyir ki, öz əlimlə bu işi yerinə yetirmişəm. Və nümunə də gətirir ki, Quran-ı Kərimdə bu şərafətliyi çatdıran ayələr var. Məsələn, və nəfəxtu fihi min ruhi. Üfürdüm ona öz ruhumdan. Allahın ruhu yoxdur ki, bəziləri elə düşünür ki, Allahın ruhu var, bir şey əlavə edir. Allah üfürmür ki, hətta bəziləri bu üfürməyi də mənasında götürür. Zahiri mənada götürür ki, üfürür, amma özünə məxsus üfürmək. Birinci sual aydın oldu ki, nə üçün əldən istifadə edib? Biz dedik ki, əl ixtisaslılığı bildirmək istəyir. Necə ki, Allah ruhundan istifadə edib, mən öz ruhumdan üfürdüm. Öz əllərimlə yaratdım, yəni istəyir o əzəməti göstərək ki, bu məxluq digər məxluqlardan fərq edir. Əgər bu sözü
deyək ki, heyvanın yaranmasında, göylərin, yerin yaranmasında, digər məxluqların yaranmasında istifadə etməyibsə, yalnız Adəm üçün bu sözü istifadə edibsə, çünki Adəm şərafətlidir. Amma bu demək deyil ki, Allah Təbarək və Teala bütün varlıqları kun fəyəkunla xəlq edir, ol deyir, onlar da olur. Amma Həzrət Adəmi əlləri ilə xəlq edib. Xeyr, anla ki, bu sadəcə şərafəti çatdırmaq üçün istifadə olunub ki, insan şərafətli varlıqdır. Allah nə cür insanı xəlq edibsə, digər varlıqlara da xəlq edib. Ruhun üfürülməsi də belədir. Allah ol deməklə hər şey xalq olur. Amma nə üçün insana gələndə deyir ki, öz ruhumdan ona üfürdüm. Çünki insan əzəmətlidir. İnsan şərafətli varlıqdır. Və ləqad kərrəmnə bəni Adəmə. Adəm övladını biz kəramətli etdik və faddalnahum və onu üstün elədik. Bu üstünlüyü çatdırmaq üçün, bu şərafəti çatdırmaq üçün Allah Təbarək və Teala deyir ki, öz əllərimlə xəlq elədim. Yəni bu varlıq mənə aiddir. İkinci sual ki, bunun üzərində çox manovr edirlər Vəhhabilər. Belədirsə, bəs nə üçün? Əlbəttə, onlar ilk öncə deyirlər ki, nemət mənasında götürürsünüz siz, yəni şiələr və əşərilər. Nemət ikidən ola bilməz ki, mənasızdır, iki nemət, iki qüdrət. Amma biz deyirik ki, əvvəla bunu nemət mənasında götürmürük. Sadəcə bu şərafətliyi çatdırmaq üçün gəlib. Əzəməti göstərmək üçün ki, insan əzəmətli bir varlıqdır. İnsanın xilqəti istisnaidir. Fətəbarəkəllahu əhsənul xaliqin insanda dedi. Digər məxluqlarda o söz istifadə eləmədi. İnsanın xilqətinə. Niyə insanın? Çünki xilqəti, yaranışı üstündür. Təsniyə bəs nə üçün dedi? İxtisaslığı çatdırmaq istəyirsə, şərafəti çatdırmaq istəyirsə, deyir, öz əlimlə yaratdım. Nə üçün? İki əlimlə dedi. Əllamə buyurur ki, və təsniyyətul yəd, Allah Təbarək və Teala ki, əli iki dənə gətirib, deyir, biyədəyyə, demədi, biyədi. Niyə? Kinayətun, bu kinayədir, ənil ehtimami tam bi xalqı. Öz məxluquna olan o əhəmiyyətin kamilliyini çatdırmaq üçün. Yəni, iş əhəmiyyətli olanda deyir ki, iki əlinlə bu işi gör, iki əlinlə yapış. İşin əhəmiyyətini çatdırmaq üçün. Fə innəl insan, özü Əlləmə buyurur ki, insan yəstə'mulul yədəyn, iki əlini istifadə edir, fīmā yəhtəmmu bihi minəl əməl. O iş ki, önəmlidir. Məsələn, deyir ki, iki əli ilə bəzən olur ki, bəzi işlər var, önəmlidir, iki əli ilə onu yerinə yetirir. Amma bəzi işlər var, məsələn, bir əli ilə də yerinə yetirə bilər. Niyə? Yenə də deyirik, bu kinayədir. Çünki insan əhəmiyyətli işi görəndə, önəmli işi görəndə iki əli ilə onu görür. Allah da bu iki əli özünə nisbət verib. Yəni ki, bu önəmli iş idi insanın xilqəti. Və digər nümunə də gətirir burada. Deyir ki, baxın, xaləqtu biyədəy, öz əlimlə yaratdım, eyni ilə mimma əlimət əydina dandı. Yəni, bizim əlimizin düzətdiyindən ki, Quran-ı Kərimdə istifadə olunub da, Yasin surəsində var ki, biz öz əlimizdə xəlq eləmişik, onlardan yeyin və onlar Allahın nimətləridir və digər ayələrdə də bu istifadə olunub. Yəni, Allahın nimətləri kimi tanıtdırılır, məsələn, Ən'am filan. Mimma xalaqat, mimma alimət əydina, alimət əydina, əlimizin gördüyü, əydina ki, əlimizin gördüyü. Baxın, eyni ilə, əlbəttə əydi cəm formasındadır da, eyni ilə buradakı cəm formasında gəlib və o əhəmiyyəti bildirmək istəyir. Bu ayədə də ikiliyi gəlib və əhəmiyyətini bildirmək istəyir. Bu qədər elə düşünüb. Digər ehtimallar da burada gətirir Əllamə Təbatavayı. Bəziləri nemət mənasında götürüblər, bəziləri qüdrət, bəziləri Allahın cəlal sifəti və cəmal. Məsələn, iki əl deyəndə bir əl cəlal, bir əl cəmal və digər şeylər deyir ki, xeyr, bunlara ehtiyac yoxdur. Çünki ərəb dilində rahat şəkildə bunu ərəb istifadə eləmək olar. Yəni, istifadə edirlər ərəblər. Nümunələri də var. Həm işin şərafətli olmasını çatdırmaq üçün istifadə edirlər əldən, həm də ikilikdə istifadə edirlər əzəməti üçün. Elə düşünürük, bu qədər bəs eləyər. İnşallah növbəti çəkilişimizdən etibarən biz digər ayələri araşdıracağıq. Bu qədər. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.